Dinleyin. Ali aleyhissalam deyər ki, Ənə əvvəl, ənə axır, ənə zahir, ənə batin. Bunu mənəm əvvəl, mənəm axır, mənəm zahir, mənəm batin. Bunu Ali aleyhissalam deyər. Deyər dalında da deyərlər. Olsun Allah'a belə deyim, İmam Sadiq buyurur. Buyurur ki, Cəddi Hüseyin bir sizin səsinizi, nalınızı, sizin halınızı müşahidə edir. Dünyanın hər yerində olur olsun, əzadarlarını görür. Dünyanın hər yerində olur olsun, əzadarlarını görür. Mən də sizin adınızdan deyim, hə? Hüseyin, sənə and veririk anon Zəhraya. Bir də bizim evlərə nəzər elə. Bir də bax, o yataqda yatan o xəstəyə nəzər elə. Allah'sı. Allah Subhanahu wa Taala'nın Qur'an-ı Kərimdə Əl-Hədid surəsində özünü vəsf etdiyi ismi ilə Əl-Əvvəl, Əl-Əxir, Əz-Zahir, Əl-Batin Allah Taala'nın 99 əsma-i hüsnəsindən biridir. Bu isimlər ilə Həzrət Əlini vəsf edir. Həzrət Əlini adlandırır. Halbuki Həzrət Əli onların bu iftiralarından uzaqdır. Bu vəsfləri vermək ilə Həzrət Əlini ilahlaşdırırlar. Sadəcə açıq aydın deməyə çəkinirlər. Biz bilirik ki, hər bir şeyi hər yerdə eşidən, görən də uca böyük olan Allah Subhanahu taala. Hər bir şeydən xəbərdar olan da Allah taaladır. 7 qat göy, 7 qat yer üzündə, yerin dərinliklərində elə bir şey yoxdur ki, Allah taala ondan xəbərsiz olur. Amma bunlar isə bu şeyləri imamlara aid edirlər. Allah Subhanahu İbrahim əleyhissalam Qur'an-ı Kərimdə buyurur Allah taala İbrahim əleyhissalam dünyanı deyir, xəstələndirən və mənə şəfa verən də sənsən. Allahu akbar. İbrahim əleyhissalam öz övladları üçün İshaq və İsmail üçün dua edərdi. Uizukuma bi kəlimatillahi tammati min kulli şeytan həmmət və min kulli aynin ləəmməti. Cürbəcür xəstəliklərdən, gözdən, bəd nəzərdən Allah Subhanahu taala onları qoruması üçün dua edər. Allah Taala'nın Hüseyni yox. Və Allah Rasulü buyurur ki, sallallahu aleyhi ve sellem bu ən gözəl duadır. İbrahim əleyhissalamın öz övladları üçün və Allah Rasulü də onu kimin üçün edərdi? Həsən və Hüseyin üçün. Bu insan deyir ki, ey Hüseyndir, bizim uşaqlarımıza bax, evimizə nəzər sal.